Salam, xoş gördük, əziz izləyicilərimiz. Sevinclə Danış YouTube kanalındasınız və bizim studiyamızın bugünkü qonağı uşaq və yeniyetmə psixiatrı Vəfa Şirinovadır. Xoş gəlmisiniz Vəfa Xoş xanım. gördük, Çox sevin şadıq sizi studiyamızda görməyə. Vəfa Təşəkkür edirəm. xanım uzun illərdir deməli uşaq psixikasının sağlamlığı ilə məşğuldur və ümumiyyətlə ailə münasibətlərinin psixoterapiyası ilə də məşğuldur və bu sahədə çox böyük təcrübəyə malikdir. Bugünkü mövzumuza gəldikdə isə Vəfa xanım, siz də yəqin mənimlə razı olarsınız. Günbəgün dəyişən bu sürətlə dəyişən, inkişaf eləyən dünyamıza nəinki böyüklərin, hətta az yaşlıların da və böyüklərin də adaptasiya olunmağı çox çətinləşib və Elədir. belə bir çətin dünyada valideyn olmaq da çətindir. Uşaq olmaq da çətindir və ümumiyyətlə yeniyetmə olmaq da çətindir. Və biz bugün bu çətin dünyada uşaq yetişdirməyin yollarından və bu yeniyetməliyi bəlkə necə edək ki, asan keçirsin bizim övladlarımız, o haqqda danışmaq istəyirik. Vəfa xanım, hansı valideyni yəqin biz bugün dindirsək, valideyn deyəcək ki, mən əlimdən gələni eləyirəm, uşağımı maddi və mənəvi təmin etmək üçün əlimdən gələni eləyirəm. Amma buna rəğmən bir doyumsuz, narazı və valideynlərindən ruhsal olaraq uzaq yetişən bir yeniyetmə nəsil yetişir, böyüməkdədir. Bunun səbəbi nədir sizcə? Birincisi biz yəqin ki, bu ümumiyyətlə yeniyetmələrdən danışırıqsa, biz yeniyetməlinin nə olduğunu birinci açıqlasaq, buradan başlasaq, məncə mövzuya gözəl girəcək. Yeniyetməli elə bir dönəmdir ki, siz dediyiniz kimi ki, uşaqlar da çətin bir dönəmdə yaşayırlar, valideynlər üçün də yeni bir çətin dönəmdir. Amma bütün bu dönəmdə ən çətin olan yəqin ki, yeniyetmələr üçündür. Çünki elə bil ki, bir qatar yola çıxıbdır. O qatar yola çıxarkən uşaq idi, amma hələ də yetişkin deyil, yəni böyüməyibdir. Bu qatar yolda gedir və bu dönəm gedən hissə adlanır yeniyetməlik dönəmi. Yəni artıq sən uşaq kimi deyilsən, sənə artıq uşaq kimi müraciət olunmur, səni artıq uşaq kimi qəbul edib və səni uşaq kimi bağışlaya bilmirlər. Amma sən böyükdə deyilsən, ona görə sənin fikrini çox sona qədər almırlar. Sənin fikrin çox da önəmli və belə deyək, yük olaraq dəyərli deyil hələ yetişkinlərdəki qədər. Ona görə yəqin ki, yeniyetməlik dönəmi ən çətin dönəmdir. Və bu dönəmdə overparenting dediyimiz bir dönəm olur, hansı ki, valideynlər həddindən artıq çox, yəni kontrol almağa çalışırlar. Çünki deyirlər ki, yəni həmən uşağımdır, indi böyüyüb yeniyetmə olubdu, amma böyük deyil ki, hələ o hər zaman, bir də valideynlərin dediyi kəlmə var, sən hər zaman mənim uşağım qalacaqsan. Bəli. 40 yaşında da, 60 yaşında da olanda da. Və bu yanaşma ilə onlar həmən o 11 yaşından başlayaraqdan, yəni 13 yaşlarında ən pika qalxmış o yeniyetməlik dönəmin olan bir uşaqlarda həddindən artıq kontrol almağa çalışırlar. Onların etdikləri davranışları, onların təhsillərini, onların dostluq münasibətlərini, ümumiyyətlə onların hiss və duyğularını belə kontrol almağa çalışırlar ki, məsəl üçün sənin bu yaşda sevmək nədir? Bu yaşda, məsəl üçün, dostluq nə vacibdir? Sən dostunla bunları paylaşırsan. Sənin dostun elə sənin valideynindir və yaxud da sən ancaq məndən hər şeyi icazə ala bilərsən. Təhsil seçimini bəzi ailələr var ki, ümumiyyətlə onlar da qadağalar qoyurlar ki, yox sən illah da mütləq bir həkim olacaqsan, müəllim olacaqsan, mütləq baban kimi filan kəs olacaqsan və yaxud da atanın yolunu gedəcəksən. Yəni valideynlərin bu prosesdə həddindən artıq uşaqların həyatını birdən nəyisə yanlış edərlər deyə bir kontrola almaq istəkləri var. Və bu dönəmdə də həmən uşaqlar həddindən artıq çox kontrola alındığını gördükləri zaman artıq özləri nədənsə maraqsız olurlar. Çünki bu bilirsiniz nəyə bənzəyir? Düşünün ki, balaca bir uşağa oyuncaq almısan, Lego almısan, gətirmisən, onunla birgə yığmaq istəyirsən. O uşaq ilk korobka açılan anında, ilk ortaya tökülən anında, ilk o kitabçanı açıb baxdığı anda maraqlı olur. Amma valideyn prosesə daha sürətli və daha aktiv girişib özü onu yığmağa başladığı
başladığı zaman uşaq bir yerdən sonra maraqsızlaşır, kənara çəkilir və gedir başqa oyuncaqlarla oynamağa başlayır. Yeniyetməlik dönəmində bunu bənzətsək, yəni təxmini bənzətsək, valideyn uşağın həyatına, dostlarına, onun hər hansı bir hisslərinə və duyğularını belə kontrol almağa çalışanda uşaq bu zaman geriyə çəkilir. Həmən ona görə bizim gördüyümüz o doyumsuzluq əslində bu anda olur. Yəni uşaq başlayır narazılıq bildirməyə artıq. Çünki yetəri qədər özünün sərbəstliyini və sərbəst qərar alma yerlərini görmədiyinə görə daha fərqli özünə tələb istəyir, daha fərqli bir alan istəyir özünə. Deyir, onda mənə bunu da ver. Bəlkə orada özünə daha rahatlıq tapar deyə. Ümumiyyətlə mən də bir valideyn olaraq bilmirəm siz artıq bunu aşmısınız ya yox. Bəlkə də valideyn olaraq, ana olaraq, çünki işinizdən irəli gələrək, sahənizdən irəli gələrək valideynlərin əksəriyyətində özümdə daxil xroniki narahatlıq var. Yəni və bu narahatlıq onunla bağlıdır. Dediyiniz kimi dostlarının kontrolu, kim ilə dostluq eləyir. Çünki biz dost anlayışı bizdə artıq neqativ belə anlamalı. Sonra dərs oxumaqla bağlı. Çünki uşaq biz bilirik ki, ən çox oğlan uşaqları nəzarət etməsən, oğlan uşağı oxumur. Kompüter oyunları və yaxud da ki, sosial mediadan asıllıq bu bütün valideynlərin yaralı yeridir. Yaxşı, bəs necə eləyək? Kontrol eləməyək, başına buraxaq. O da bir problemə yol aça bilir. Bu yaxınlarda oxudum, mən təsdiqləyərsiniz siz bu fikri ya yox, Instagramda oxudum. Deyir, uşaqlara deyir, çox sərhəd qoymayanda uşaqlar deyir, sınıyırlar görək mən hara qədər gedə bilərəm. Yəni sərhədlərim hara qədər gedə bilər. Yəni ona görə uşaq üçün sərhəd qoymaq çox vacibdir. Bu baxımdan bəs yaxşı, valideynlər bu sərhəddə harda qoysunlar, necə qoysunlar? Bu kontrol etməklə etməmək arasındakı orta bir xətt varmı? O nədən ibarətdir? Çox gözəl nöqtəyə toxundunuz. Baxın, yeniyetmələr qəbula gələrkən adətən verdiyim suallardan biri nədir? Evdə hansı qaydalarınız var? Baxın, evdə əgər əvvəlcədən uşaqlıq dönəmində, çünki yeniyetməlik dönəmi belə olmur ki, uşaq bugün yatdı, sabahsı gün ayıldı, onun artıq bugün 12 yaşı ya 13 yaşı var, bu artıq yeniyetmə hesab olunur. Bu birdən-birə bir gecəyə dəyişən bir proses deyil və valideynlərə mən mütəmadi olaraq deyirəm ki, deyir ki, qətiyyən bu yaşda onun dostluq etməyi yaşı deyil. Deyirəm ki, yaşı nə vaxtda? Deyir ki, olsun 17-dən sonra. Deyirəm, bunu necə təsəvvür edirsiniz? 16 yaş, 364 gün yatır dostsuz, sabahsı gün oyanır və 17 olduğuna görə artıq dost münasibəti qura bilər və evin qaydaları da həmçinin bu cürədir. Uşaqlıq, əgər valideynlər ilk növbədə yeniyetməlik dönəmini yaxşı yaşamaq, keçirtmək istəyirlərsə, çünki çox ailələrə rast gəlirik, hansı ki deyir ki, mən də həmçinin onlardan biriyəm. Mən uşaqlarımın yeniyetməlik dönəmini çox da hiss eləmirəm. Niyə? Çünki öncədən uşaqlıq dönəmindən qoyulmuş bir qaydalar var. O qaydalara əsasən bilinir ki, evin qaydaları, yəni həmən o çərçivələr harda yekunlaşır. Həmən o çərçivələr daxilində hərəkət etməyə azadsan. Amma bu mütləq mütəmadi olaraq uşaqla birgə danışılaraqdan yaşı ötdükcə biz onun çərçivələrini əlbəttə ki flexible etməliyik, yəni genişləndirməliyik. Onun emosional halını, onun duyğusal durumlarını, onun istəklərini, onun yəni bacarıqlarını nəzərə alaraqdan biz həmən çərçivələri genişləndirməliyik. Bəzi yerlərdə isə hansı ki o artıq yeniyetməlik dönəminə keçən vaxtda biraz ailədən, biraz qorqu-qohum gediş-gəlişlərindən, bunlarda isə məhdudlaşmaq istəyəcəkdir. Həmən hissələrdə isə biz rahatlıqla, yəni həmən hissələri biraz daralda bilərik. Yəni mütləq mütəmadi olaraq bir uşaqla evin qaydaları heç olmasa ildə bir dəfə yenidən müzakirə olunub, yenidən bir yazılmalıdır. Üstündən keçilməlidir. O zaman yeniyetməlik dönəminə keçən bir yeniyetmə artıq evdə illər boyu hər zaman evin qaydası var. İndi isə mən yeniyetməlik dönəminə gəlmişəm. Yeniyetməlik dönəmində buna uyğun bir ailəmin, ailə modelimin bir qaydası var. O qaydaları uşaq bildiyi təqdirdə, yəni yeniyetməlik dönəmində inanılmaz rahat yəni keçidlər olacaqdır.
Aha. İstənilən bütün hallarda. Çünki həmin o yaxşı dostlar dediyimiz anlayışı qəribə bir anlayışdır axı. Yoxdur elə ki, bir 10 nəfər uşaq, bunlar məhz yaxşı dostlardır. Bütün hər kəs o 10 nəfər uşaqla dostluq edəcəkdir. Çünki dostluq anlayışı da fərqlidir. Bir kəsə yaxşı olan bir dost başqa birinə görə çox pis və yanlış bir dost ola bilər. Çünki dostluq anlayışı ümumiyyətlə nə olduğu biz uşaqlardan soruşmalıyıq. Çünki 6 yaşlı uşaq üçün onun dostluq anlayışı fərqlidir. 15 yaşında uşaq üçün dostluq anlayışı tamamilə fərqlidir. 25 yaşında olan biri üçün dostluq anlayışı çox fərqlidir. Amma biz ümumən dost anlayışı altında bir uşağa bu doğrudur ya pisdir, bu yaxşıdır ya yaxşı deyil kimi anlayışları öyrətməyə çalışırıq. Biz o dönəmləri, keçidləri mütləq hər dəfə uşağın özündən çəkin etməyimiz lazımdır. Uşaq bu anlayışı necə başa düşür? Aha, baxın dostluq əslində ətrafımda fikir vermişəm, valideynlərin əksəriyyətinin dediyim kimi yaralı yeridir və elə hamımız bu perioddan keçmişik, dönəmdən keçmişik. Analarımız bizi çox dostluq etməyə qoymazdılar. Sanki həmişə analarda belə bir təsəvvür var ki, onun qızına və ya oğluna pis nəyisə öyrədəcəklər. Yəni onun valideyni də onun uşağı haqqında elə fikirləşir, o da onun uşağı haqqında bəlkə də eyni şey fikirləşir. Hə və yaxud da deyir ki, biz analar bilirik, sizdən daha yaxşı bilirik, biz daha həssasıq, hiss eləyirik və bilirik ki, bu dostun hətta söhbət təkcə az yaşlı uşaqlardan getmir. Daha böyükdə də artıq yeniyetmə olandan da sonra gənc olanda da 20-25 yaşlı uşağına deyir ki, bu dostun xoşuma gəlmir. Nəsə gözüm ondan su içmir. Yaxşı uşaq oxşamır, onunla dostluq eləmə. Yaxşı bu dostluq seçimində həqiqətənmi bu qədər ehtiyatlı olmağa lazımdır? Yəni biz heç də təcrid eləyə bilmərik uşaqlarımızı dostluqdan. Hamı pisdir, heç kimə inanma da deyə bilmərik, hamı yaxşıdır, bağrına bas dostluq elə də deyə bilmirik. Yəni bu da biraz çox həssas məqamdır. Nə məsləhət görə bilərsiniz bu mənada? Birincisi yeniyetmə valideynlərə. Yeniyetmə evladı olan valideyn bilməlidir ki, mütləq, yəni yeniyetməlik dönəmində onun uşağı ailədən bir addım daha da geriyə çəkiləcəkdir və daha çox dostundan gündəlik vaxt keçirtməyə maraqlı olacaqdır. Düzdür, çox şikayət eləyir valideynlər o barədə. Amma bu normal bir haldır, bu normal bir gedişatdır. Bu əksi olduğu təqdirdə biz narahat olmalıyıq. Uşaq niyə məktəbdə olanları gəlib valideyninə bu qədər həyəcanla izah etməli olsun. Çünki bəzən uşağın məktəbdə olanı gəlib valideynə bütün hamısını izahatını və xırdalıqla izahatını verdikdə valideynin bu məsələyə olan qarşı münasibəti yanlış ola bilər. Dostu isə bəlkə bu situasiyada ona daha doğru bir dəstək ola bilər. Çünki dostu da onunla eyni bir arealı, eyni bir yaş fərqini daşıyırsa, o ona daha düzgün yol göstərə bilər. Bir də dostluq anlayışları axı fərqlidir. Yəni hər zaman ola bilməz ki, sənin dostun doğru, dürüst və sənə yol göstərən olsun. Amma biz evladlarımızdan məsəl üçün seçdiyi dostuna aid suallar verməliyik. Suallar ona görə yox ki, sən nəyə görə onu seçdin? Yəni bu cürə yox. Yəni o yaxşı oğlan deyil axı və yaxud da onun valideynləri heç o deyilər axı. Olmaz ki, elə filan kəslə dostluq. Bu tərzdə deyil də məsəl üçün səncə dostluğun hansı yaxşı xüsusiyyətləri var? Məsəl üçün bilirsənmi dostun nəyi bəyənir, nəyi sevir? Məsəl üçün dostluğun nənəsi, babası haqqında nə bilirsən? Onun ailəsi haqqında nə bilirsən? Çünki dostluq münasibətləri də çox əhəmiylidir. Yeniyetmə bəzən olur ki, hansısa bir yeniyetməyə dostuna dəstək olmaq üçün onun yanındadır və bu münasibətləri dostluq adlanır. Bəzən ola bilər ki, məsəl üçün abuziv münasibətlər ola bilər, məsəl üçün. Amma əgər bu uşaq hətta yaxşı olmayan digər bir uşağın yanındadırsa, biz uşağımıza doğru suallar verərəkdən niyə onun yanında olmağı indi seçir kimi bir anlayışını ortaya çıxartmalıyıq. Bir də Vəfa xanım, yəqin biz uşağımız kiminlə dostluq eləyir, dostunu tanımalıyıq və hətta kiminlə dost demənə sənin dostun kimdir, deyim sən kimsən kimi Əlbəttə. bir şey var, bir ifadə var. Məncə biz dostumuzun, övladımızın dostun necə olmağının birindən də onun gələcək münasibətlərdə necə biri olacağı müəyyən etmək olar. Yəni uşağımız o dostluq münasibətlərini nəyə görə seçir? Bəli. Onun dostluq seçmə kriteriyaları nədir?
Həm dəyərlərini müəyyən eləyə bilərik, həm də biraz istəkləri, duyğuları, bu dostluq ona nə qazandırır? Əgər rəfiqə qızlardırsa, məsəl üçün hansı rəfiqəsindən, axı qızların adətən daha çox rəfiqələri olur. Məsəl üçün hansı rəfiqəsini nəyə görə daha özünə yaxın hiss edir? Hansı xüsusiyyətlərinə görə? Hansı rəfiqəsindən ən yaxınını paylaşmaq istəyir? Hansındansa sadəcə zaman keçirtmək daha maraqlıdır. Yəni yeniyetmələr üçün bu əslində çox gözəl bir dönəmdir ki, onlar dostluq münasibətlərini quraraqdan özlərini də daha çox tanıyırlar. Məsəl üçün mən qohumlara diqqət etmişəm, gənc qızlara. Yəni mən müşahidəçiyəm də, inanılmaz müşahidəçiyəm bu anda. Məsələn, bu qız kiminlə dostluq edir? Baxıram ki, Vəfa xanım, bu qız özündən daha güclü qızlarla dostluq etməyi sevir. Daha belə hərəkətli, daha belə çevik. Amma başqa bir qızda baxıram yeniyetmələrə, onlar özündən daha zəif, dominantlığı özü dominantlıq eləyə biləcək qızlarla deyək ki, dostluq etməyi sevir. Yəni bu mənada deyirəm ki, biz artıq o münasibətlərindən bizim övladımızın necə dostluğa necə girir, necə özünə dost seçir, partnyor seçir, ondan onun bizim bilmədiyimiz xarakterini müəyyən edə bilirik ki, gələcəkdə məsələn bəlkə də həyat yoldaşı seçəndə də o özündən zəif bəlkə həyat yoldaşı seçmək istəyəcək və yaxud da ki, özündən daha güclü həyat yoldaşını müəyyən eləyəcək və bu baxımdan gələcəkdə necəsə dost seçimində ona necəsə istiqamət vermək olar, olmaz. Bu mənada mənə elə gəlir ki, mən belə hiss edirəm, bilmirəm, siz mənimlə razısınız ya tamamilə yox. Siz doğrusuz, doğru buyurursunuz. Onlar da seçərkən, yəni bəzən olur ki, özündə olmayan hansısa bir xüsusiyyətləri və yaxud da həmən ətrafda, dost ətrafında olarkən özündə tapdığı yaxşı xüsusiyyətləri daha çox qabartmaq üçün öz dostluq münasibətlərini qurub və davamlı saxlayırlar. Bu dönəmdə məsəl üçün bəzən valideynin uşağının dost seçimi ilə narazı ola bilər və sual verə bilərlər ki, bəs biz necə eləyək ki, məsəl üçün onun olduğu dost ortamı bizi narahat eləyir valideyn olaraqdan. Yəni bu qətiyyən qadağalarla həll olunmaz. Siz nə qədər çox qadağa qoyacaqsınızsa, o bir o qədər yeniyetməli dönəmində həmən o ətrafını və məhz dostunu qorumağa çalışacaqdır. Amma siz necəsə bəraət qazandırmağa çalışacaq. Mütləq, yəni onu qorumağa çalışacaq. Sən tanımırsan, sən bilmirsən, sən düzgün danışmırsan, sən məni heç anlamırsan. Yəni sən məni heç anlamırsan dediyi zaman yeniyetmə qapılarını bağlayır sizə. Yəni yavaş-yavaş sizlə özünün arasında artıq o belə deyək də hasarı artıq kərpiçlərlə hörməyə başlayır. Yəni bizim istədiyimiz nədir? Yeniyetmə valideynlə mütləq bir hasar qoyacaqdır. Amma biz istəyirik ki, bizim həmən o hasarımız taxta, arada keçidləri olan gül çiçəkli bir hasar olsun. Yəni sərhədlərimiz gözəl müəyyən olunsun ki, o yetişkənlik dönəminə keçdiyi zaman da biz onunla münasibətlərimizi sağlam saxlaya bilək. Çünki yeniyetməlik dönəmində valideyn nə qədər çox münasibətlərini yeniyetməklə korluyursa, yeniyetmə artıq sabah yetkin olacaq axı. Yetkin olduğu zaman həmən o qırılmış münasibətləri bərpa etmək mümkünsüzdür. Bəli, çox təəssüf ki, elədir. Mən əvvəldə qeyd etdim ki, bir doyumsuz və narazı nəsil yetişməkdədir. Bir var uşağın ehtiyacları, bir də var uşağın istəkləri. Ehtiyacı nəyədir uşağın, istəyin? Biz məsələn valideynlər deyir ki, mən onun üçün hər şey edirəm. Son model telefon istəyib, onu da almışam, planşet də almışam. Yəni hər cürə oyuncaq alıram, hara istəyir aparıram, amma yenə də belə bir narazıdır, bir üsyankardır, yenə də bizi qəbul eləmir. Amma başqa bir bəlkə bir ailə ola bilər ki, ona istədiklərini almaya bilər. Amma bağları çox sıxdır. Ana qədri bilir. Məsələn, uşaqlar tanıyıram ki, onlar ananın zəhmətini çox dəyərləndirir. Tutalım, tək böyüdür, ana tək böyüdür, atasız uşaq böyüdür. Amma yeniyetmə qız və oğlu ananın zəhmətini necə dəyərləndirir. Deyir ki, ana, yəni mən sənin zəhmətini yerə vurmayacağam. Mən yaxşı oxuyacağam və mən sənə layiqli övlad olacağam. Belə uşaqlar da var. Demək ki, valideynlərə biraz belə yol göstərmək lazımdır. Necəsə ki, onlar ehtiyacı ilə istəklərini ayırsınlar. Ehtiyac nədir uşağa və istəyi nədir?
Ehtiyac hər zaman evladın valideyndə ehtiyacı odur ki, valideyn onun yanında olsun və emosional olaraq yanında olsun. Evlad üçün və yeniyetmə üçün heç o kəmiyyətin heç bir önəmi yoxdur. Yəni valideyn evdə bütün günü də ola bilər, amma kəmiyyət olaraq bütöv günü da olmağına baxmayaraqdan keyfiyyət olaraq keçirilən zamanın heç bir belə deyək, dəyəri olmaya bilər. Yəni həmin o empati hissi olmadığı təqdirdə, valideyn həmin onu anlamadığı təqdirdə və ancaq özünün qaydalarıyla onun getməsini istədiyi zaman və yaxud da uşaq mükəmməlçi kimi yetişmə bir dönəmləri olacaqdır. Həmin dönəmlərdə valideyn uşağını qorumağa keçməsi lazımdır. Yəni uşaq hər zaman bilməlidir ki, valideyn onu qoruyan bir mələkdir. Və bir uşağın iki qanadı var. Biri atasıdır, biri anasıdır. Biz hər situasiyada bir qayda var, önəmli. Yulia Gippenreiter'ın, yəni ən birinci bütün kitablarında, hansı ki uşaq və yeniyetmə psixoloqudur, illərlə çox gözəl kitablar yazıb. Kitablar Azərbaycan dilinə tərcümə olunubdur. Mütləq valideynlər öz uşaqlıq dönəmlərindən başlayaraqdan, yəni evladı varsa kitab oxumalıdırlar və uşaqlarını tanımalıdırlar. Hansı dönəmlərdə nəyinə rastlaşacaqlar. Çünki uşağın ən çox valideyndən istədiyi onun şərtsiz qəbuludur. Valideyn uşağını şərtsiz qəbul etməlidir. Şərtsiz qəbul nə deməkdir? Sən yaxşı dərs oxusan, yəni ona görə biz bunu edərik kimi şərtlənmələrlə deyil. Yəni və yaxud da sən yaxşı oğlansan, amma məsəl üçün filan şey etdiyin zaman, yəni sənin filan davranışın ayıb olsun sənə kimi deyil də, konkret olaraq hər zaman vurğu ancaq davranışa və ancaq hər hansı bir nümunəyə vurğulanmalıdır. Valideyn uşağına bunu bildirdiyi zaman ki, sən mənim üçün şərtsiz qəbul olunan birisən. Mən hər zaman səni sevirəm. Mən hər zaman sənin yanındayım və hər zaman sənin dəstəyin mənəm. Nə olursa olsun, o zaman yəni münasibətlər sağlam qurulacaqdır. Bir də valideynlər anlamalıdırlar ki, ev uşaqlar üçün simulyasiya yeridir. O uşaqlar o evdə bütün emosiyalarının hamısını yaşamağı öyrənməlidirlər. Üsyankar da olmağı, küskün olmağı da, kədərli olmağı da, qəzəbi də, qəmgin olmağı da, ağlamağı da, kövrək olmağı da. Çünki uşaq o simulyasiyada doğru yaşamadığı zaman, o bayıra çıxdığı zaman həmən o bəzi məqamları bilmədiyinə görə yanlış yaşaya bilər. Amma evdə bizim nəyə görə biz o süni simulyasiya yerini yaratmalıyıq ki, uşaq istədiyi hər bir şeyi orada edə bilsin və biz onun həm qaydalarını orada qoya bilək, həm sərhədləyə bilək, həm doğru yol göstərə bilək, istiqamət verə bilək. Amma uşaq anlamalıdır ki, o bunu etdiyi təqdirdə hər zaman yenə də sevilən olacaqdır və hər zaman yenə də qəbul olunan olacaqdır. Yəni buna görə həmişə cəzalanmayacaqdır. Yəni o evdə özünü göstərmək istədiyi hər cürəsində göstərməlidir. Yəni valideyndən qorxmamalıdır və çəkinməməlidir nəyisə deməyə. Valideyndən qorxub çəkinməməlidir ki, hansısa bir fikrini bildirməyə, hansısa bir istəyini bildirməyə. Yəni bu yeniyetməlik dönəmində bunlar qorunmadığı zaman, yəni yetkinlik dönəmində biz hər zaman həmən daha çox problemlərlə rastlaşırıq, hansı ki, institut seçimində çətinlik çəkirlər, institutda oxumaqda çətinlik çəkirlər, daha sonra dost münasibətlərində çətinlik çəkirlər, bir sevgili münasibətlərində yanlışlıq çəkirlər, daha sonra ailə münasibətlərində çətinlik görürlər və onların da növbəti etaplarda bir ailə modelləri daha fərqli olmağa başlayır. Çünki onlar doğru bir ailə modelini mənimsəyə bilmirlər sona qədər və nəyin harda bitib, harda başlayacaqlarını bilmirlər. Qaydaların. Ümumiyyətlə çox geniş mövzudur, o yeniyetmələrlə bağlı bir mövzuya sıxışdırmaq da çox çətindir. Heç sevmirəm ümumiyyətlə müqayisə etməyi, əvvəlki dövrlə indiki dövrü. Bilirəm ki, indiki dövrdə valideyn olmaq çox çətindir. Həm də ona görə çətindir ki, əvvəllər valideyn tək deyildi uşaq tərbiyəsində, təlim və tərbiyəsində. Məktəb var idi, yəni təlimlə bərabər tərbiyə də verirdi. Hətta qonşu həyətə belə buraxırdın uşağı öz mikro çərçivəsində, orada belə uşaq tərbiyələnirdi. İndi valideyn çox təkdir. Məktəb deyir ki, mən ancaq təlim verirəm.
tərbiyə mənlik deyil. Bəli. Cəmiyyət zaten bu tərbiyəni artıq verən deyil, pozandı deyə bilərik. Sosial media kimi bir qlobal trendlə üzbəüzdür bizim uşaqlarımız. Yəni yalnız valideynin üzərindədir tərbiyə vermək uşağa. Yəni valideyn özü o qədər güclü olmalıdır ki, mənən güclü olmalıdır. Psixoloji baxımdan o qədər güclü olmalıdır ki, o bu dediyim o mənfi neqativ faktorlar ki var, tərbiyə pozanları onlara güc gəlsin. Yəni bu baxımdan valideynlərə nə məsləhət görə bilər? Yəni belə bir döyüş meydanıdır. Valideyn tək qalıb döyüş meydanıdır. Bir uşaqla və ya iki uşaqla. Axırda birisi valideynlər görürəm artıq deyir yoruldum. Yəni uşağımla bir mübarizə aparmaqdan yoruldum. Bilmirəm nə biz deyə bilərik bu anda. Sualımı da necə qura bilərəm bilmirəm, amma bu psixoloji baxımdan güclü olmaq üçün, mənəvi baxımdan güclü olmaq üçün, valideynin özünü çarəsiz hiss etməməsi üçün nə addımlar ata bilər, nə edə bilər? O Hüseyn xanım, bu elə bir sualdır ki, yəni bu hər zaman deyilən bir şeydir ki, valideyn ilk növbədə valideynlik məktəbini bitirmirlər. Çox təəssüflər olsun, bəli. Yəni əgər biz hal-hazırki dövrdə bunu edə bilmiriksə, biz heç olmasa valideynlərimizə həmişə dediyimiz bir şey var. Siz valideynin məktəbini bitirmirsiniz, amma bir valideyn olmağa hazırlaşdığınız zaman sizin artıq qarşınızda bir xəritəniz olmalıdır heç olmasa. Yəni mən dünyaya evlad gətiririksə, bizim ortaq evladımız olacaqsa, bizim yol xəritəmiz necə olacaqdır? Birincisi iki valideyn arasında bir anlaşma olmalıdır. Yəni hansı dönəmə qədər, hansı tərbiyə hissəsində hansı daha aktiv iştirak edəcəkdir. Əlbəttə ki, bu qız və oğlan fərdləri olaraq da fərqlənir. Yeniyetməlik dönəmində, yəni nə qədər çox, məsəl üçün oğlan uşağıdırsa, həmən dönəmdə atanın iştirakı çox önəmlidir. Uşaqlıq dönəmində daha çox oğlan uşağına qayğı, sevgi, yəni göstərmək gərək idisə, amma yeniyetməlik dönəmində mütləq o ata obrazının onun yanında olması lazımdır. Hansı ailələrdə ki, ata yoxdur, biz mütəmadi olaraq valideynlərə və anaya məsləhət görürük ki, bu bir baba obrazı ola bilər, dayı obrazı ola bilər və yaxud da bu heç bir halda olmadığı təqdirdə belə bir yaxşı bir idman müəllimi obrazı ola bilər. Hansı ki, bəzən idmanın deyirik ki, növünün belə fərqi yoxdur. Əsas odur ki, müəllimin özü xarizmatik biri olsun və uşağı ələ ala bilən olsun. Hansı ki, uşaq o müəlliminə baxaraqdan, yəni bir özünü, bir rol modelini seçməsi lazımdır. Həmçinin də qız tərbiyəsində, yəni atalar kiçik yaşda qızlarda nə qədər sevinç, sevgi versələr də, bir yeniyetməlik dönəmində mütləq artıq o belə deyək, yeniyetmə bir xanımların bir xanımlıq dönəminə keçmələri üçün və daha həmən o kiçik bir öz sekretlərini paylaşmaları üçün ana modelinin mütləq yeniyetmə qızının yanında olması lazımdır. Çünki ana yeniyetmə qızından birgə addımlaması gərəkdir. Yəni o mütəmadi olaraq onu kontrolçu deyil də daha çox yəni mən sənin yanındayam, sən güvəndəsən. Yəni mən səni kontrolda saxlayıram, ona görə yox ki, sən yanlış, sən düzgün etmərsən və yaxud da mən sənə güvənmirəm. Tam dərsə, mən sənin yanındayam ona görə ki, sənin təhlükəni daha çox səni qorumağa çalışıram və mən sənə güvənirəm. Sadəcə sənin yanındayam ki, sənin ehtiyacın olduğu təqdirdə sənə köməklik edə biləm. Yəni bu emosiyaları öz evladlarına ötürərəkdən qadağalar əlbəttə ki olacaqdır, amma qadağalar yəni yenə deyirəm bir gündə olduğu zaman bu yeniyetməni də narahat edə bilər. Amma yol xəritəsi dediyimiz, yəni yeniyetmə valideynlər heç olmasa, yəni yeniyetmələrə aid yazılmış kitablar var, hansı ki onları oxuya bilərlər, faydalana bilərlər. Yəni yeniyetməni daha yaxşı anlamaq üçün. Onlar ona görə axşamlar oğlunun və yaxud da qızının başqa rəfiqəsindən telefonda götürüb bu gün məktəbdə olanları yenidən bir 5 dəfə, 6 dəfə paylaşıb danışmaqlarına onda bəlkə də gərginlik yaşamazlar. Yəni anlayarlar ki, bu onların yaşı üçün, dönəm üçün tam normaldır. Və yaxud da kinoya getmək istəyinin artıq ana və ata ilə deyil də dostunla getmək istəyini tamamilə normal qarşılayırlar. Və yaxud da artıq otaqda otağımın qapısı bağlı olmağını istəyirəm anlayışlarını məsəl üçün daha səbirlə və daha təmkinlə yanaşarlar. Yəni bağlı qapılar bu evdə olmayacaq deyə bir sərt sözlər olmayacaq.
olmamaqla məsəl üçün və yaxud da biz yeniyetməyə necə ki öyrədirik ki, valideynin qapısını döyəcəksən, uşaq vaxtdan uşağımıza necə öyrədiriksə, bir yeniyetməlik dövründə də biz də onun qapısını döyərəkdən, daha sonra yəni icazə alıb girərəkdən, yəni göstərərək ki, sən artıq uşaq deyilsən, tam yetişkin olmasan da, amma sən bu yola çıxmısan artıq və bu yolda mən sənin yanında dəstək olduğuna görə sənin ilkin addımlarında mən də sənin sərhədlərini qorumağa başlayıram. Bir video paylaşmışdım, hardakı deyirdim ki, əziz valideynlər, uşaqlarınızın telefonlarını yoxladığınız təqdirdə siz oradan, yəni axtaran hər zaman nəsə tapacaqdır. Amma siz bu zalma nəyə rastlaşacaqsınız? Uşaq zaten sizdən sadəcə yaxşı gizlətməyi öyrənəcəkdir. Yəni çünki siz nə qədər bir belə deyək də bir IT mütəxəssisi olsanız belə, sizin uşağınız daha çevikdir. Zehni daha çevikdir, emosiyaları daha belə hayküylüdür, daha rəngarəngdir və o mütləq sadəcə bütün bu situasiyada sizə daha gözəl yoldan danışmağı öyrətdiniz ona. Bu situasiyada yeniyetmələrdən, yəni valideynlər anlamalıdırlar ki, artıq mən uşağımla dost ola bilmərəm. Çünki uşağımın dostları onsuz da var və bu həyatda onun yetəri qədər çox dost olacaqdır. Onun bu həyatda 2 dənə cəmi valideyni var. Bir atası və bir də anası. Və biz sadəcə həmin vaxtı valideyn olmağı öyrənməliyik. Valideyn olmaq da, yəni o vertolyot analar deyilən bir anlayış var. Hansı ki, daim başının üstündədir, daim izləyir, daim səsi gəlir, daim kontrolunu saxlayır və bununla biz sərbəst daha sonra özgüvənli uşaqları necə istəyə bilərik? Necə sonra sərbəst qərarlar verən, böyük arzuları olan, böyük addımlara, yəni bir istəkləri olub və addımlar atan biz necə yeniyetmələr meydana gəlməyini istəyirik? Yəni onlar sərbəst yeniyetmə belə məsəl üçün 11 yaşında yeniyetmə hələ də sərbəst yemək özünə bişirə bilmirsə və yaxud da bir 10 yaşında yeniyetmə hələ də valideyn onu çimizdirirsə. Yəni bu tamamilə sərhədlərin pozulmasıdır. Təəssüflər olsun, belə hallara çox tez-tez rast gəlirik. Bax deyirik, uşağın telefonunu yoxlamayaq. Bəli. Yoxlamamalıyıq. Bəs axı biz həmişə deyirik ki, zərərli kontent ola bilər. Telefonlarda internet elə bir dünyadır ki, orada hər şey tapmaq olar. Yəni biz uşağımızın biz hardan bilək ki, hansı kontentə baxır? Bunu ona görə deyirəm. Öncədən hər zaman evin qaydaları olmalıdır. Öncədən uşağa bütün bunların rastlaşa biləcəyi pis kontent haqqında da qısa məlumat verə bilərik ki, bəzən sənin anlamadığın və görmək istəmədiyin və sənin üçün yanlış gələn bir çox şeyləri görə bilərsən. Bu halda məsələn sənin edəcəyin nə olmalıdır? Gəlib məndən bunu soruşmağın lazımdır. Ona görə bu kontentlə rastlaşmayasan deyə mən istəyirəm ki, məsəl üçün valideyn kontrolu qoyum. Baxdığın səhifələr. Amma bunu öncədən uşaqla danışılaraq etmək lazımdır. Elə yox ki, mən sənin bunu məhdudiyyət qoyuram. Çünki ona görə ki, çünki mən belə istəyirəm. Çünki bəzən valideynlər düşünürlər ki, mən dedimsə bu doğru qaydadır və uşaq yenə deyirəm, o onsuz da sizin o telefondan olmasa da. Olmaz. Mənim 3 yaşlı yarımlı oğluma nəsə deyir ki, olmaz. Niyə olmaz? Haqlıdır. Niyə o? Biz deyirəm ki, o da niyə? O qədər niyə sualı verir ki, niyə olmaz? Yəni indi görün yeniyetmə uşaq. Bəli. Nə qədər niyə sualını verir ki, niyə olmaz? Seçqan, bəzən yeniyetmələr 2 dənə niyədən sonra sual vermirlər və onlar yenə deyirəm, həmən o sərhədləri sadəcə hörməyə başlayırlar və sadəcə başqa çıxış yolları axtarırlar. Çıxış yolları tapırlarmı? Mütləq. Yəni və belə halda həmişə Vəfa xanım, onlar başqa uşaqlar misal çəkirlər. Bəli. Və mənim dostum ki, bunu eləyir, dostumun anası qoyur, dostumun atası qoyur. Onlar getdilər, onlar elədilər. Valideynlərimiz elə deyəndə deyirdi ki, onun anasıdır, onun anası qoyur, amma mən sənin ananam, mən qoymuram və icazə vermirəm. Nə deyək uşaqlarımıza? Bu hər zaman, məsəl üçün, mən özümdən, subyektiv özümün ailəmdən misal göstərə bilərəm. Bizim uşaqlarla, uşaq vaxtdan olan bir qaydamız var. Mən sizə heç vaxt başqa uşaqları misal çəkməyəcəm.
aramızda danışırıq ki, və siz də heç vaxt hansısa kiminsə valideyni nəyisə icazə verdi deməyəcəksiniz. Çünki hər ailənin özünün ailə modeli var. Hər ailənin daxili ailə qaydaları var. Əgər başqa bir ailənin ailə qaydası yoxdursa və yaxud da başqa ailənin başqa ailə qaydaları varsa belə, amma bizimkinə uyğun deyilsə, bu demək deyil ki, biz mütəmadi olaraq bir bəsəbəs modelinə girməliyik. Ona görə indiyana qədər heç vaxt mən heç bir başqa uşağa nümunə gətirməmişəm və heç zamanda mənim evladlarım bəs niyə filan kəsinkilər icazə verir deyə olmayıbdı. Yəni mən bunu məsləhəti valideynlərə verə bilərəm. Çünki məsəl üçün bir rus yazarı var, psixoloqdur həmçinin. Mən də bunu nə vaxtsa ondan oxumuşdum, öyrənmişdim. Bir də Masara Ibukov var. O bir kitabı var. Bağçada artıq gecdir. Yəni 3 yaşdan sonra artıq gecdir. Orada belə mütəmadi olaraq, yəni valideynlik sənətinin necə incə bir sənət olduğunu göstərir və orada belə deyir ki, siz uşağınıza ilk yaşlarından qaydalarınızı göstərməlisiniz. Yəni uşaq kənarda onu kimsə soruşduqda belə ananın dəyərlərinin nə olduğunu, ananın qaydalarının nə olduğunu, atanın dəyərlərinin nə olub və atanın hansı qaydalar olduğunu uşaq yaşdan belə bilməlidir. Yəni əgər məsəl üçün ana evdə bir şeyi qadağandır uşaq üçün icazə vermir, uşaq başqa bir mühitə düşür, uzaqlaşır və orada rahatdır, sərbəstdir, ana yoxdur yanında, ata da yoxdur yanında və rahatdır. Bax, çətinlik burada başlayır. Yəni biz hardan biləcəyik ki, uşağımız bizim qaydalarımıza əməl edir? Biz heç vaxt, heç hardan bunu bilməyəcəyik. Amma biz heç hardan bilməməklə bərabər, biz sadəcə uşağımızı artıq, ona görə deyirəm, biz qadağaları qadağa şəklində deyil də danışılmış qaydalar və razılaşdırılmış qaydalar şəklində qoyduğumuz zaman biz bilirik ki, o uşaq həmən vaxt başqa cürə davransa da, o ümumi qaydaların çərçivəsini bildiyinə görə, yəni o qaydadan yayınsa belə, yəni ya bunu səliqəlicəsinə düzəltməyə çalışacaqdı, ya bir daha bunu ən azından təkrar etməyəcəkdi. Əgər əlbəttə ki, bir kliniki hal yoxdursa, yəni uşağın bir kliniki bir durumu, bir sindromu, bir xəstəliyi yoxdursa. Bu yaxınlara yenə Instagramda bir məlumat oxudum. Bu zərərli kontentdən söhbət düşmüşkən, elə yeri gəlmişkən demək istəyirəm. 18 plus səhnələrə məruz qalan az yaşlı və uşağın beyni, təsəvvür edin, müharibədən çıxmış insanın beyni hansı travmanı alırsa, yəni müharibəni görmüş insan düşünün, şiddət görmüş insan düşünün, gözünün qabağında nə qədər dostunu, yaxınını itirmiş insan təsəvvür edin. O insanın beynində hansı proseslər gedirsə, o 18 plus səhnələrə şahid olmuş uşağın da beynində o travmanı almış olur. Yəni bunu valideynlər bilsinlər və niyə görə mən bunu gətirirəm, bu söhbəti gətirirəm? Məsələn, ailəlikcə indi hamımızın evində Netflix, Apple TV var və orada həmişə orada yuxarıda yazılır ki, burada kontent nə ola bilər? Hamı ona fikir vermir. Yəni və ya 16 üstə gəl, 18 üstə gəl göstərilir orada. Amma yenə də valideynlər oturub həmin bəzən belə epizodlar 18 plus səhnələr olan filmləri izləyirlər Vəfa xanım. Təəssüflər olsun, ailə ilə birgə olurlar. Ailə ilə birlikdə izlənilir. Və yaxud da ki, kinoteatra gedirlər və heç kim, indiki filmlər elədir ki, heç bilmirsiniz ki, hansı anda nə olacaq? Hansı anda hansı səhnə qabağınıza çıxacaq? Əlbəttə, əgər bu uşaq filmi deyilsə. Nə məsləhət görərsiniz valideynlərə? Yəni bunu mütləq qaydana əməl etmək lazımdır və ümumiyyətlə qarşımıza o kadrlar çıxırsa, həm biz tez pultu əlimizə alıb onu dəyişməyə çalışırıq. Amma bəzən gec də ola bilər. Və yaxud da ki, heç səhnə olmasa belə oradakı argo ifadələrdən uşaqlar məruz qalırlar o ifadələrə. Yəni valideynlər bu anda nəyi bilməlidirlər, nəyi bilmələrini istəyərdiniz? Sevinç xanım, birincisi onu demək istəyirəm ki, yeniyetmələr ümumiyyətlə valideynlərlə birgə filmə baxmağa çox meyilli deyirlər. Əgər yeniyetmə valideynlə birgə filmə baxırsa, bu yaxşı göstəricidirmi? Bəli, ola bilər. Demək ki, yeniyetmə öz valideynlərinin yanında özünü komfortlu hiss eləyir.
güvəndə hiss edir və görə biləcəyi, rastlaşa biləcəyi və həmçinin valideynlər də o qədər komfortlu və rahatlar ki, öz yeniyetmələrinə həmən rastlaşa biləcəyi kontentdə necə emosional olaraq bunu ifadə edə biləcəklərini və necə açıqlama verəcəklərini hazırdılar. Bu tamamilə sağlam bir mühitdir. Sağlam mühitdir. Bəli. Əgər bunlar bunu rahat hiss edirlərsə. Amma baxın, bu anda əgər yeniyetmə çox delikatdır, yəni həmən anda çıxıb gedirsə və yaxud da həmən anın bir başlanğıc momentində tutaq ki, elementar bu bir qucaqlaşma və sair bir öpüşmə anı ola bilər. Yəni yeniyetmə əgər bunu rahatlıqla sezib və özünü diskomfort hiss edib otaqdan uzaqlaşırsa və yəni təsadüfən olan bir nəticə olursa bu başqa. Amma ümumən yaxşı olar ki, valideynlər əgər yeniyetmələrinlə birgə bir filmə baxmağa qərar veriblərsə, birinci o filmdə dəqiq kontentin nə olacağını bilsinlər və bu halda necə açıqlama verəcəklərini bilsinlər. Bu haqqda necə danışacaqlarını bilsinlər. Əgər növbəti etaplarda öz yeniyetmələri tərəfindən də öz dostlarınla yeniyetməni danışıb valideynlərini bir qınaq mərkəzi olmağını istəmirlərsə. Uşaqlara gəldikdə isə ümumiyyətlə yaxşı olar ki, valideynlər uşaqlarından hər hansı bir ailə filmindən, yəni ailə ilə birgə baxılacaq filmdən kənar bir filmə uşaqlarla birgə baxmamaqları məsləhətdir. Yəni yaxşı olar ki, valideynlər özləri, yəni filmlərini izləsinlər. Əgər uşaqla illah birgə baxmaqlarını istəyirlərsə, bu ailə filmləri seçilə bilərlər. Uşaq filmləri seçilə ya uşaq filmi ya cizgi filmləri seçilə bilərlər. Hansı ki, yetəri qədər. Çünki bir uşaq və yaxud da bir yeniyetmə öz valideynlərinlə birgə hər hansı bir filmə baxırsa, məqsəd nədir? Ailənin birgə olmasıdır. Məqsəd nədir? Birgə vaxt keçirməkdir. Bir yerdə hansısa bir filmdən nəticə çıxartmaqdır. Biz hal-hazırki dövrdə o qədər gözəl cizgi filmlər var ki, hansı ki böyüklər üçün çəkilibdir. Həmən cizgi filmləri də birgə ailəcə sevərəkdən, sevilərəkdən, birgə popkorn partladaraqdan gözəl zaman keçirtmək olar və oradan nəticə də çıxartmaq olar. Yəni ailəcə baxılacaq, ən azından bu həmən o riskləri minimalizə etmək üçündür. Yox, mütləq ailə, məsəl üçün Netflixdə bir film yayımlanırdı, Podrostok. Orada bir uşağın, yəni bir Bəli, eşitmişdim, baxmamışam amma eşitmişdim. Yəni çox yeniyetmələr o filmə baxıblar. Və adətən yeniyetmələr ümumiyyətlə valideynlərinlə özləri birgə bir şeyə baxmağa meylli olmurlar. Çünki onlar üçün maraqlı olur hansısa intim səhnələri olan bir nələrəsə baxmaq. Bu da valideynlərlə birgə baxmaq əlbəttə ki, narahatlıq yaradır. Və valideynlər də çox ailələrdə ümumiyyətlə bizim milli mental xüsusiyyətlərimizi nəzərə alaraqdan çox ailələr də çalışırlar ki, bu diqqətli yanaşsınlar, bunu qorusunlar. Amma o ailələr ki, bəzən olur, o ailələr ki, hansı ki deyirlər ki, yox biz yeniyetməmizlə rahatıq, yəni biz birgə oturub bu filmlərə rahatlıqla baxa bilərik. Demək ki, orada yetəri qədər sağlam münasibətlər və sağlam bağlar var ki, onlar dəfələrlə demək ki, bu mövzuları müzakirə açıq ediblər. Yəni necə açıq? Yəni uşaq bilir ki, valideyninin sərhədləri hara qədərdir və hara qədər bunun müzakirə, açıq səhnəni, məsəl üçün intim münasibətlər olarkən, məsəl üçün delikatlı yenə deyirəm, durub çıxmaq lazımdır və yaxud da valideyn həmən bir pultu alıb əlinə çevirəcəkmi və yaxud da bu məqam yaxınlaşana doğru. Amma nə qədər vacibdir ki, yeniyetməklə birgə hansısa bu tipli bir film izlənilsin. Bu da ayrıca bir müzakirə mövzusudur. Biz valideynlərin valideynliyin çətinliyindən danışdıq. Yeniyetmə olmaq da çətindir sanki. Yəni ümumiyyətlə bu dövrdə yeniyetmə olmaq, uşaq olmaq, böyüməyin özü biraz sanki çətin prosesdir. Yəni İndi yenə də müqayisə etmək istəməzdim, amma biz yeniyetməliyi elə sakit keçirtmişik. Bilmirəm, yəqin ki, izləyicilər arasında da mənimlə razılaşanlar var. Biz elə uşaqlıqda necə olmuşuq, yeniyetməliyimizdə sanki elə olub heç üsyan etməmişik, heç kimin üzünə qayıtmamışıq. Yəni necə böyümüşük özümüz də bilmirik. Amma indi sanki çətindir yeniyetməliyi keçmək uşaqlar üçün. Çətinlik niyə, nə ilə bağlıdır? Sevinç xanım, bizim dediyimiz, yəni əvvəlki dönəmlərdə
Yükü mü çoxdur Hər yəni şey daha uşaqların məhdud idi, indi? bəli. İndiki zamanda sosial media, sosial ortam, insanların bir-birinə qarşı olan münasibətləri, bunlar artıq o qədər qəlizləşiblər ki, və bir hər cürə münasibətə müxtəlif adlar o qədər çox qoyulub ki, artıq bu münasibətlərin bir toplumunda biraz bütün hər şey çətinləşibdir. Məsələn, əvvəlki dövrdə nə var idi? Sən həyətdə olurdun, sənin həyat dostların ortamı olurdu. Sən həyətə düşüb onlarla oynaya bilərdin. Qohumlar gəlirdi. Hansı ki, qohumlarla, müəyyən yaşlı uşaqlarla birgə dostluq münasibətləri vardı və məktəbdə sənin dostların vardı və bütün bunların hamısına total nəzarət edən sənin valideynlərin vardı, müəllimlər vardı. Müəllimlər hansı ki, valideynlə daim əlaqədə idilər. Daim uşağın hər sağ solundan xəbərləri vardı və hiss edirdilər. Çünki əvvəlki dövrdə müəllimlər həm təlim, həm tərbiyə ilə məşğul idilər. Valideynlər iş yükləri bu qədər çox deyildi. Bəzən olurdu analar daha çox evdar olurdu və atalar daha çox işləyirdi və bəlli bir məbləğ var idi, ailənin qazandığı bir büdcəsi var idi və həmin büdcə il ərzində öncədən planlanırdı ki, məsəl üçün yayın 2 ayını və yaxud da yayın 1 ayını falan yerə biz istirahətə gedəcəyik. İndi isə sosial şəbəkələr bütün bu prosesi o qədər sürətləndiriblər və mütəmadi olaraq marketinq və kapitalizm dövrü bizi mütəmadi olaraq hər yerdən elə bir çağırışlar var. Yəni hər yerə dəvət olunuruq, hər yerdə, yəni getməsək biz evimizdə oturaraq, telefon önündə oturaraq belə biz hər yerə gedirik. Biz evdə bir otaqda oturaraqdan insanlar, yəni hər kəs öz telefonunda, öz aləmindədir, öz dünyasındadır. Yəni bir tək düymə basmasından, yəni biz nələri həll edirik. Ona görə həyat o qədər sürətlənib ki, eyni 24 saatdır, amma çox insanlar deyir ki, həyat sürətlənibdir. Çünki həmin o 24 saatda biz əvvəllər daha çox işlər görə bilirdik. İndi isə indiki bu 24 saatda çatmır. Çünki mən hər zaman ailələrə deyirəm ki, elementar telefon da hər zaman ekran vaxtınıza baxın. Əgər sizin ekran vaxtınız gün ərzində saat yarımı və 2 saatı keçirsə, bu ciddi məsələdir. Bu deməkdir ki, sizin 24 saatınızın, yəni 12%-ni, sizin həyatınızın gündəlik 15%-ni sizin sadəcə ekran məruziyyətiniz aldı. Və bunun axı başqa bölgüləri də var. Və yeniyetmələr üçün də bunu etmək niyə daha çətindir? Çünki biz heç olmasa o biri dönəmi də görmüşük və daha stabil və daha planlı ola bilirik. Yeniyetmələrimiz isə indiki, hansı ki onlar doğulandan belə ətrafda hər yerdə Wi-Fi və hər kəsin əlində telefonla böyüyüblər. Yəni onlar ilk doğulan anlarından şəkilləri belə həmən o telefonlara çəkilibdir və onlar özlərini bunsuz təsəvvür etməkləri çətindir. Və biz nə qədər çox məhdudiyyət qoya bilsək də, hər yeniyetmənin özünün bir normaları formalaşır. Biz sadəcə öncədən ona görə uşaqlıq dönəmini, yəni bir yeniyetməlik dönəminin rahat keçməsi başlanğıcı uşaqlıq dönəmindən valideynlərin artıq yeniyetməlik dönəminə hazırlıq mərhələsindən keçir. Yəni valideynlər oxumalıdırlar, maariflənməlidirlər. Bir yeniyetmənin həyatı nələr ola bilər? Bunu öncədən razılaşmalıdırlar. Birincisi, 2 yoldaş öz aralarında öz ailələrinin qaydalarını müəyyən etməlidirlər. Bu ailə qaydalarıyla uşağı tanış etməlidirlər. Uşağın daha sonra onu sindirib razılığını alınacaq səviyyəyə salmalıdırlar. Uşağın özünün də bir xırda istəklərini əlbəttə ki, nəzərə alaraqdan. Yaxşı olar ki, yeniyetməlik dönəmində uşağınızın özünün ayrıca bir məkanının olmasını təşkil etməyimiz vacib şərtlərdən biridir. Əgər biz onun düzgün və yaxşı addımlarla yetişkinliyə doğru getməsini istəyiriksə, ən azından bu otaq deyilsə, məsələn, yatağı mütləq ayrı olmalıdır. Yəni bu mütləq özünə aid olan bir bölməsi olması lazımdır. Gizli qalan bir sirtmələrdən olması lazımdır. Harda ki, o kiçik bir dəftərini, bəlkə bir yazısını, bəlkə özünə aid olan bir şeyi gizlədəcəkdir. Amma əvvəlki dönəmlərdə bu ancaq belə deyək də xatirə dəftərləridirsə,
olmasa, indiki dönəmdə bu indiki Snapchatlardır məsəl üçün. WhatsApp-da bəzən qrup yazışmaları şəklindədir. Yəni əvvəlki dönəmlərdə valideynlər necə açıb onu bir-bir oxuyub və yeniyetmə məsəl üçün bunun həyəcanını yaşayırdısa, bəzən elementar bir sözü belə həyəcanını yaşayırdı ki, mənim anam mənim haqqımda nə düşünəcəkdi və yaxud da mənim atam birdən bunu bilərsə necə düşünəcəkdi. Yəni bu məqamlara çox incə sərhədlərlə getmək lazımdır ki, uşaq özü sizlə onu bölüşməyə hazır olsun. Uşaq özü əvvəlki dönəmlərdə dəftərini gətirib göstərən evladlar var idi ki, anacan bax, bura gör nə gözəl şəkil çəkdim, mənim dostum da burada bunu yazdı. Həmçinin də sizin qızınız və yaxud da oğlunuz da sizdən öz dostları haqqında nəyisə danışmağa, nəyisə bölüşməyə hazır olmalıdır. Ona görə siz mütəmadi olaraq açıq qapı qoymalısınız. Aktiv dinləməlisiniz uşağınızı. Məsələn, indiki uşaq olmağın mən elə o sualını verdim ki, çətindir. Niyə çətindir? Məsələn, biz uşaq vaxtı 12-13 yaşında, indiki 12-13 yaşlı uşaq qədər bilmirdik. Bəli. Və bizim beynimiz daha az məlumat qəbul edirdi. Bəli. Həyatla bağlı, ümumiyyətlə, yəni dünya ilə bağlı Bəli. az informasiyamız vardı. Ünsiyyətimiz bu qədər çox deyildi. İndiki uşaqların ünsiyyəti də çoxdur, məlumatı da çoxdur. Bəli. Yəni siz bir 12-13 yaşlı uşaqla oturub söhbət eləyəndə bəzən elə gələr ki, bir 20-25 yaşlı insanla söhbət eləyirsiniz. Yəni elə bil ki, uşaqlar indi vaxtından da tez böyüyürlər. Yəni bu uşağın ümumiyyətlə beyninin yüklənməsinə, vaxtından tez böyüməsinə, həyatdan soyumasına bir müddətdən sonra depressiyaya düşməsinə səbəb ola bilirmi? Bu qədər çox informasiyanın olması əlbəttə ki, əgər o aldığı informasiyanı sonuna qədər süzgəcindən keçirdib, onu yerbəyer etməyi bacarmırsa, bilmirsə, o problem olacaqdır. Amma əgər uşaq aldığı informasiyanı yetəri qədər yerbəyer etməyi bilirsə, bacarırsa artıq. Yəni uşağın aktivliyi onun həm idmanında özünü göstərdirsə, uşağın aktivliyi həm dostlarla olan münasibətində yetəri qədər yaxşıdırsa, ailədə olan bacı-qardaş münasibətləri sağlamdırsa və ata-ana ilə olan münasibətlərini uşaq yeniyetməlik dönəminə baxmayaraqdan sağlam qorumağa çalışırsa, demək ki, aldığı informasiya onun qəbul edib və ötürə biləcəyi qədərdir növbəti illərinə. Yəni biz uşağımızın həyatını, bax bugün böyük bir boşluq var sanki uşaqların beynində, həyatında. Biz o boşluğa sosial medianın və kənar təsirlərin girməsinə icazə verməməliyik. Özümüz onu doldurmalıyıq. Öz münasibətimizlə, öz varlığımızla, necəsə, düzmü mən anladım. Və ya onu idmana qoymaqla və ya başına nəyiləsə hobbilərlə qatmağa ki, o mənasız məlumatları alıb yüklənməsin uşağımız. Uşağın beyni mütləq bir informasiya və yenilik almağa açıqdır. Və siz o yeniliyi ona verə bilməyəndə, ona təqdim edə bilməyəndə, o mütləq onu tez axtarış və tapmaq yollarını axtaracaqdır. Bu yollar hardan olur? Ya dostlarla sıx münasibət ki, dostların həyat təcrübələrini özlərinə qazandıra bilsinlər, ya bu sosial media olacaqdır. Ya da ki, valideynlə açıq söhbətlər, hansı ki, o valideynə də birbaşa sual verə biləcəkdir və cavablarını ala biləcəkdir. Həmən o 24 saatı valideyn ən azından uşağın özünün istəklərini nəzərə alaraqdan planlamağı öyrənməlidir. Uşağın özünlə birgə planlamağı öyrənməlidir. Məsəl üçün, uşaq məktəbdən sonra hara dostlarınla əgər qalıb və dostluq münasibətlərini qurub bir 15-20 dəqiqə oynamaq istəyirsə, valideyn bunun üçün şərait yaratmalıdır. Çünki valideyn həmən və yaxud da bunu etmək istəmirsə, valideyn həmən onun ala biləcəyi o əyləncədən, zövqdən ona başqa bir alternativ sunmalıdır. Baxın, o bir ifadə var, nəzarətə nəzarət. Məsələn, biz övladımızın kiminlə dostluq etdiyini güya nəzarət etmirik. Amma məsələn, mən valideynlər tanıyıram ki, onlar ailəvi dostluq edirlər. Məsələn, mənim övladım onunla dostluq edir və mən də ailəvi dost oluram və sinif yoldaşları bütünlüklə 4-5 ailəvi dost olurlar. Çox yaxşı. Və siz də bilirsiniz ki, necə bir övladınız dostluq eləyir, bir ailə ilə dostluq eləyir. Mən elə gəlir ki, ən yaxşı yolu
budur. Bəli, Yox, bu elə deyilmi? bu Aha. kölgə nəzarətidir Hı daha -hı. çox. Kölgə nəzarət necə olur? Yəni uşaq bunu hiss etmir. Uşaq komfortludur ki, mənim dostlarım var və uşaq özünü rahat hiss edir ki, nə gözəl mənim ailəm də onlardan dostluq edir. Yəni bizim Bəli. ailələrimiz də dostluq edir. Amma siz dost ortamını quraraqdan əlbəttə ki, həmin o sağlam ortamı yaradırsınız. Amma dediyim başqa bir şeydir ki, əgər siz uşağınıza nəyisə icazə vermək istəmirsinizsə, siz mütləq onun alternativini ona təklif etməlisiniz. Yəni uşaq tez həzz ala biləcəyi bir şeydən siz onu məhrum edirsinizsə, siz onun əvəzinə ona nəsə yeni bir şey təklif etməlisiniz. Ya Aha. özünüzlə bağlı əlbəttə ki, ya onun özünün başqa bir zövqünlə bağlı. Məsələn, uşaq əgər ekranda oturub bütün günü telefonla oynamağını istəmirsinizsə, siz ya onu velosiped alıb, məsəl üçün, onun həyatda başqa bir dostluq münasibəti qura biləcək başqa birindən birgə, məsəl üçün, velosiped sürməsinə şərait yaratmalısınız. Onunla birgə bəlkə bir tur atmalısınız və yaxud da onunla birgə bir hər hansı bir aktivitetə qoşula bilərsiniz. Yəni bu istər rəsm ola bilər, istər rəqs ola bilər, yəni istər uşağınızın idmana yönəlməsi ola bilər. Yəni bir uşağın əlindən nə isə alırsınızsa, mütləq başqa bir şeyi ona sunmağınız gərəkdir. Yəni doğrudan da müasir zəmanədə valideyn ola bilmək bir yaxşı valideynlə olmaqdan söhbət gedir. Yaxşı bir karyera sahibi olmaqdan daha çətindir. Əlbəttə. Yəni Əlbəttə. amma biz bu yandan da digər tərəfdən də məsəl üçün sosial mediada çox belə çağırışlar olur ki, özünüzü çox fəda etməyin, öz həyatınız da olsun, öz karyeranız olsun, uğur hekayəniz olsun. Və sanki bu gün mən daha çox analara bunu nəzərdə tutub deyirəm. Analar sanki dilema qarşısında olurlar. Birinci ailənin iqtisadi vəziyyətini nəzərə alaraq, çünki bəzən bir ata işləməklə ailədə 2 uşaq varsa təmin etmək mümkün deyil. Ana da məcbur olur işləməyə və bəzən də bu iş saat 6-da bitir və yoldakı tıxacları nəzərə alsaq, ana saat 8-dən tez evə gəlib çıxmır və bundan sonra sabahın yeməyini hazırlamalıdır. Yazıq ana uşaqlarla maraqlanmalıdır. Yəni çalışsa bir dərd, çalışmasa bir dərd, yəni başqa bir dərd, çox çətindir. Və bu indi ananın da tamamilə özünü övladlarına həsr edib, bütün onların həyatı ilə yaşamaq da yəni biraz çətindir. Sanki razısınız mənimlə yəqin ki, yəni sanki ana bütün həyatının çox hissəsini uşaqlarına həsr etməlidir. Deyəcəyik ki, bəyəm əvvəllər belə etmirdi analar, amma məncə belə bu qədər də etmirdilər. İndi daha çoxdur tələbat, qadın bütünlüklə öz daxili resurslarını səfərbər edir, uşaqlarını yönləndirir. Mən emosional soyuqluqdan danışmaq istəyirəm Vəfa xanım. Elə dediyim bütün bu səbəblər ananın məcburi və yaxud da ki, könüllü şəkildə başının işə qarışması, uşaqlarla az ünsiyyətə girməyi bu emosional soyuqluğa və qopuqluğa səbəb olur. Bu haqda danışaq. Nədir emosional soyuqluq və qopuqluq? Bizi izləyən indi ana hardan bilsin ki, onun uşağı ilə arasında emosional soyuqluq və qopuqluq var deyə. Birincisi, yəqin ki, emosional bağlanmanın önəmli olan dönəmləri vardır uşaq yaşında. Ona görə 3 yaşına qədər olan, kiçik yaşlı uşaqları olan analar çox önəmlidir ki, yaş yarımlarına qədər, ən azı 1 yaş 7 ayına qədər mütəmadi olaraq övladlarının yanında olmaqları şərtdir. Çünki o emosional bağların çox sıx qurulduğu bir dönəmdir. Ondan sonraki, məsəl üçün, ana yavaş-yavaş 3 yaşına qədər uşağın çatdığı dönəmə qədər, yəni uşağı aram-aram, yəni az-az artıq qoya bilər kiməsə, güvəndiyi başqa bir kiməsə. Bu bağça ola bilər, hansı ki, yarı günlük, bu nənə ola bilər, bu hansısa bir dayı obrazı ola bilər. Amma bu dönəmdə valideyn 3 yaşından sonra da uşaqla həmən o aktiv oyun dönəmi var. Həmən aktiv oyun dönəmini keçirtməməsi lazımdır. Yəni necə ötürməməsi lazımdır. Yəni həmən vaxt artıq valideyn kəmiyyət deyil də, bayaq dediyimiz keyfiyyətli zamanın keçirtməsi əsas şərtlərdən biridir. Bir də hal-hazırki dövr elə sürətlənib ki, əvvəlki vaxtlarda elə bil ki, atalardan ancaq bir belə deyək, ailəni saxlayan, ailənin böyüyü kimi baxılırdısa, indi ataların da üzərinə biraz yük düşür ki,
Çünki əgər ailədə həm ata, həm ana işləyirsə, demək ki, artıq uşaqlarla, onların inkişafıyla bağlı olan bu emosional faktorları həm biraz ananın da, atanın da aktiv iştirakına ehtiyacımız Atalar var. hələ də uzaqdılar, mən elə düşünürəm bu prosesdən. Atalar hələ də təəssüf ki. uzaqdılar. Bəli. Hamı yox, amma çoxsu uzaqdır. Biz amma mütəmadi olaraq yəni verilən məsləhətlər nələrdir? Siz aktiv olaraq atanı məsəl üçün evdəki olan prosesa cəlb edə bilməsəniz də, siz heç olmasa bayırda olan hansısa proseslərə atanı mütləq aktiv cəlb eləməyiniz lazımdır. İstər bu alış-veriş olsun, istər bu xırda bir məsəl üçün bayırda top oynamalar ola bilər, istər bu, yəni nə olursa olsun, yəni atanın aktiv olaraq rolu gündəlik həyatlarında yəni olması gərəkdir. Analar isə sizin dediyiniz kimi, yəni gün ərzində düşünün ki, həm işləməlidir, həm karyerası, həm doğru ana olmalıdır, yaxşı ana olmalıdır, diqqətli olmalıdır, həm evinin düzgün xanımı olmalıdır, həm ailənin və nəslin yaxşı bir gəlini olmalıdır. Yəni bir insanın üzərində o qədər çox rol var ki, həm bu missiya da onun baxmayaraq ki, missiyalar çoxdur, amma rol model olaraq da çoxlu fərqli rollar var və bütün rolların hamısı çox önəmlidir və bunları prioritetləşdirmək belə çox çətin olur. Prioritetləşdirmək çətin olduğumuz zaman bizim o Eisenhower'ın bir cədvəli var, hansı ki, vacib və önəmli, vacib və önəmli olmayan, önəmli olmayan amma təcili və önəmli olmayıb və təcili olmayan. Ən azından analar həmən bu yəni vaxt bölgülərinin idarə olunmasına görə öz günlərini bölmələri gərəkdir. Məsəl üçün elementar olaraq əgər işdə nəyisə delegasiya edə bilirlərsə, özlərini işdə artıq daha bir 10 dəqiqə zaman verib məsəl üçün evladlarına aid olan bir şeylə maraqlana biləcəklərsə və yaxud da sayılı hesablı saysız hesabsız olan o WhatsApp qruplarda keçirilən vaxt, evə gəlinərkən həmən vaxt əlbəttə ki, orada deyil, evladına həsr oluna biləcəksə və yaxud da lazım olan digər xırda məsələlər hansı ki, alış-veriş olunması və yaxud da bunları günlük deyil də artıq aylıq ehtiyacların öncədən alınıb və bəzən məsəl üçün evə qoyulması ola bilərsə, yəni hər yerdən bir qazanılan bir 15 dəqiqə, hər yerdən qazanılan bir əlavə yarım saat həm ananın həmən o rolların icrasına kömək olacaqdır. Həm də ki, özünün işində və etdiyi bütün bu prioritetləşdirə bilmədiyi vəzifələrini rahatlaşdıracaqdır. Və bir müddətdən sonra uşağın özünü də bütün bu prosesə aktiv cəlb etmək olar ki, yəni bir hallarda həm uşağın özünün aktivliyi üçün, çünki həm işləyən ana bütün özünün varlığıyla, yəni həm uşağı hər bir şeyini addım-addım düşünülməsindənsə uşağa öyrətməsi gərəkdir və bu uşağın özünün inkişafı üçün önəmli olur. Sadəcə bir şeyi kontrol etmək daha rahatdır. Yəni ana belə öz bəzi məsələləri uşağın yaşına uyğun olaraqdan ona delegasiya edə bilər və bunları özü yoxlaya bilər daha sonraki etaplarda və bu çox gözəl də cəza və mükafat sisteminin də həmçinin ailədə bir qayda olaraq formalaşmasına səbəb ola bilər. Son dönəmlərdə biz mediada ailədə evdən qaçan uşaqların xəbərlərini tez-tez oxuyuruq. Yəni sizcə bu niyə baş verir? Ailədə nə baş verir ki, uşaq evi tərk edir? Yəni gözünün heç nəyi nəzərə almadan, yəni bir yeniyetmənin evdən qaçmağı böyük hadisədir. Bizə qız uşağının evdən qaçmağı böyük hadisədir. Yəni bu ailədə nə baş verməlidir ki, uşaq nə hiss etməlidir ki, evdən qaçsın? Sevinç xanım, iki məqam ola bilər. Birincisi qorxu, ikincisi artıq dözə bilməmək. Məsəl üçün, qorxu dediyimiz nədir? Olunan hər hansı bir hadisə, hər hansı bir bəlkə yanlış davranış, bəlkə adi elementar həmən o dostluq münasibəti, bəlkə elementar hər hansı bir yazı belə, yəni evdə olunan valideynlər tərəfindən qəbul oluna bilməyəcəkdir və bunun çox ciddi cəzası olunacaqdır. Ya sırf buna görə qorxu ola bilər və sırf bu qorxudan qaçmaq üçün olan bir qaçış ola bilər. Bu birincisi. İkincisi etap nə ola bilər? İkinci etap olar
ola bilər ki, uşaq evdə olan davamlı o emosional təzyiqə artıq dözə bilmir. Bunların səbəbləri çox ola bilər. Ata-ana arasında olan mütəmadi olaraq mübahisələr, evdə yaşanan hər hansı bir qoyulmuş bir qaydalar arasında ziddiyyət, məsəl üçün atanın və ananın qoyduğu bir qaydalar arasında çox böyük bir ziddiyyət və uçurumlar və yaxud da cəmiyyətdə olanlarla evdə olanlar arasında çox böyük uçurum və ziddiyyətlər, hansı ki emosional olaraq uşaq bunu qaldıra bilmir ki, yəni qapıdan ayağını bayıra qoyduğun zaman hər şey tamam başqa cürədir. Addımın içəri olduğu zaman mən burada güvənsizəm. Yəni uşaq hər zaman ev uşağın simulyasiya yeridir. Əgər bir uşaq yəni simulyasiya yeri nə deməkdir? Sən orada oyun oynayaraqdan, sən orada inkişaf edərəkdən, sən orada hər sözü deyərəkdən, rahat olaraqdan sən öyrənirsən. Amma sən artıq öyrəndiyin yerdə belə narahatsansa, demək ki, sənin artıq emosional olaraq o evdə ciddi bir dözülməz bir məqamlar var ki, uşaq özünü sadəcə qaçmaqla bunu tənzimləyə bilər. Və yaxud da başqa bir hal ola bilər ki, uşaq bunu diqqət çəkmək üçün edir. Və yaxud da məsəl üçün cəzalandırır. Bəli. Məsəl üçün birinci halda o cəzalanmaqdan qorxur. İkinci halda emosional təzyiqdən və fərqlilikdən dözə bilmir. Üçüncü halda isə o özü sadəcə cəzalandırır. Bu cəzalandırmanın özü də həmin o iki əsas məqama bağlı ola bilər. Qorxur və mütəmadi olaraq cəza aldığına görə bu dəfə özü cəzalandırır. İkincisi, təzyiqlərə dözə bilmədiyinə görə üsyan edir və üsyanı sadəcə bu şəkildə olaraq da cəzalandırır. Yəni, nə olursa olsun, bir uşaq məsələni evdə çözə bilməyib, onun qaçış yolunu tapıbsa, qaçış yolu həmən o coping mexanizmləridir, hansı ki, bizi əcdadlarımızdan gəlib də, yəni sən ova gedirsən, ova getdiyin anda qarşıva bir vəhşi heyvan çıxırsa, bunun 3 yolu var. Ya sən donub qalırsan, ya sən qaçırsan, ya sən hücum edirsən, vuruşursan. Yeniyetmənin yaşadığı da budur. Məsəl üçün, donub qalıb uzun illər, heç bir uşaq olduğu zaman heç bir reaksiya verə bilməyib, donub qalıbdır, hücum çəkə bilmir və yaxud da hücum nə vaxtsa çəkib, bəlkə o çəkdiyi hücumlar hamısı belə deyəkdir, bəhrəsiz olubdur, yəni sonluğu yaxşı olmayıbdır. Ona görə üçüncünü seçir, qaçışa. Bura intiharları da aid etmək olar. Mütləq. Eyni prinsiplə işləyir, o 3 prinsiplə. Bu 3 prinsipdən işləyir, amma intiharın daha bir dənə də və bayaqki qaçışında daha bir dənə məqam var. Biz bu danışdıqlarımız, yəni klinik bir, belə deyək də, klinik bir diaqnozu qoyulmamış bir uşaqlarda. Çünki bəzən olur ki, yəni qoyulan bir diaqnozlara görə bu hərəkətlər də davranışlar ola bilər. Hansı ki, məsəl üçün, yeniyetməlik dönəmində ümumiyyətlə evdən daimi qaçmalar var. Bu bir klinik diaqnozdur. Bu, mən bunu yalançı olacam deməyə. Ona görə bunu bir sizə mütləq daha sonraki etapda deyərəm. Bu bir klinik bir diaqnozdur, hansı ki, yəni həkim psixiatrlar tərəfindən də müzakirə olunur, bu nəzərə alınır, hansı dönəmdə qaçır, nə qədər müddətdə olur, bayırda qalır, qaçma. Amma bu halda uşaq ailəsi yetəri qədər sevəcən ola bilər və heç bir problem olmaya bilər, sadəcə evdən qaçış edir. Amma və yaxud da bu ola bilər ki, yeniyetməlik dönəmində intiharla bağlı olan məqamlar, həmçinin bu dediyimiz hallar, həmçinin bir klinik göstəriciləri varsa, uşağın uzun müddətli bir depressiyası var və depressiyasının əlbəttə ki, öhdəsindən gələ bilmir və sonunda məsəl üçün intihar olunur və yaxud da məsəl üçün uşağın bir ciddi emosional bir partlayışları var və uşaq impulsiv olaraq sadəcə qorxutmaq üçün bunu səsləndirir, qorxutmaq üçün bunu deyir. Nəticəsində düşünmədən impulsiv olaraq edir və təəssüflər olsun pis nəticələnir. Yəni bu ola bilər və intiharla bağlı bir şey də demək istəyirəm ki, böyük ehtimal ki, yox, yəni bütün dünya statistikasını onu göstərir ki, harda ki mediada daha çox bu
bu intihar xəbərləri və yeniyetmələrlə bağlı intihar xəbərləri nə qədər çox yayımlanırsa, bir o qədər həmən ərazidə, həmən realda həmən yeniyetmələrin bunu etmə istəkləri və meylləri artmış olur. Nəyə görə? Çünki bir ölümündən sonra olan müzakirə, valideynlərinin pərişanlığı, məktəbdəki olan dostlarının pərişanlığı və bu nə qədər çox mediatik bir yəni rəngli alırsa, bir o qədər çox həmən o yeniyetməni maraqlandırır. Ona görə bizim media çox toxunmuram mən. Ümumiyyətlə bu intiharlar haqqında danışmaq sadəcə bir sual idi. Çünki bu yaxınlarda tez-tez bu hallara rast gəlir. Ümumiyyətlə ona görə bizim media bu intihar xəbərləri verməsi lazımdır. Yox, verməsi lazımdır. Sadəcə verilmə şəkli var. Hansı ki onlar da yəni belə deyək, hansı ki psixiatrik ölçümlər daxilində olmalıdır və ümumiyyətlə mediada bu xəbərlərin verilməsinin bir şablonu vardır. Yəni o şablondan keçməməsi gərəkdir. Şəkil məsəl üçün olunmamalıdır. Dostları və ailəsi haqqında olan hisslər və bu qədər çox qabarıq göstərilməməlidir. Nə şəkildə olunması göstərilməməlidir və bu vurğulanmamalıdır ki, şübhəli olunur ki, məhz bunu edib buna görə. Yəni bunlar da müzakirə olunmamalıdır. Bir də tərbiyəli, ağıllı, özünə qapanan, sakit uşaq anlayışı əvvəllər çox rəğbət görürdü. Bəli. Yəni sakit və tərbiyəli qız obrazı, sakit və başaşağı oğlan obrazı bu ən yaxşı obraz idi. Amma zaman keçdikcə biz indi gördük ki, əslində özünə qapanıq, sakit uşaqlar daha dərin depressiv vəziyyətdə ola bilirlər və adını çəkdiyiniz, hadaladığınız o vəziyyətlərə elə o uşaqlar düşürlər. Amma hansı uşaqlar ki daha emosionaldır, daha üsyankardır, səsini çıxara bilir. O uşaqlar buna daha az məruz qalırlar. Ona görə valideynlərə buradan səslənməyinizi istəyərdim ki, uşağınızın ağıllı, çox sakit, çox tərbiyəli, özünə qapanıq, yəni dirsə övladınız, biraz ehtiyatlı olmaq lazımdır. Mütləq, əgər uşaq özünə qapanıbsa və siz evdə olan bir üsyana qarşı hər hansı bir reaksiya vermirsə, məsəl üçün bəzən olur ki, valideynlər ana gəlir deyir ki, ata dayanmadan qışqırır və uşaq sakit və səssizdir. Soruşuram ki, bəs niyə bu səni narahat eləmir? Deyir ki, mənim üçün artıq fərqi yoxdur. Bu artıq fərqi yoxdur, bu artıq həmən o zəngdir. Diqqətli olmaq lazımdır. Əgər sizin uşağınız özdən qapanıb və dost mühiti belə məhdudlaşıbsa, yəni məsəl üçün əgər sizlə bölüşməyib, amma dostları çoxdursa, onlarla yetəri qədər rahat danışırsa, bölüşürsə, hər şey qaydasındadır. Amma əgər o artıq dost mühitlərini də məhdudlaşdırıbsa, evdən bayıra çıxmaq istəmirsə, həvəssizdir, otağı darmadağındır, səliqəsizdir, geyiminə fikir vermirsə, xüsusən yeniyetmələr öz gigiyenalarına qarşı və öz gözəlliklərinə və sağlamlıqlarına qarşı çox həssas olurlar. Əgər o öz sağlamlığından və öz gigiyenasından maraqlanmırsa və siz bunu sadəcə sakitdir, özdən qapalıdır, ancaq kitab oxuyur kimi görürsünüzsə, ancaq dərs oxuyur kimi görürsə, bu çox önəmli bir zəngdir. Bu narahat olmalı bir məqamdır. Yəni bir uşaq yeniyetməlik dönəmində dərs oxumağa maraqlı olmalı deyil. Onun qaynadığı bir zamandır. O mütəmadi olaraq onu proporsional olaraqdan daha strukturlu, daha ağıllı uşaq onu yəni belə deyək, planlamağı bacarmalıdır, oxumalıdır, amma onu daha çox nələr kənarda baş verdiyi maraqlanmalıdır. Qız uşağıdırsa mütləq bir anasından fərqli bir geyimlərinə baxmalıdır. Özünə geyim seçməyi artıq xahiş eləməlidir ki, olar mənə filan geyimləri alaq və yaxud da gigiyenasından bağlı suallar verməlidir. Oğlan uşağıdırsa mütləq öz xarici görkəmindən bağlı, tüklənməklə bağlı çoxlu suallar verirlər ki, məsəl üçün bu nə vaxt olacaq, akne olmamaları üçün bir tədbirlər görürlər və yaxud da dostlarıyla harasa mütəmadi olaraq bir görüşmək istəyirlər. Atalarının dostları haqqında maraqlanırlar. Amma əgər evladınızın bütün bu istəkləri çox məhduddursa, yəni bu ciddi bir zəngdir və diqqətli olmaq lazımdır. Bir də məktəbdə bullying və təcrid olunma ilə bağlı istəyirəm biraz danışaq. Övladımızın bullyinqə məruz qaldığını hardan bilək? Uşağımız gəlib demir. Çünki uşaqlar çox vaxt onu utanırlar, evdə demirlər. Necə bilək ki, uşağımız
bullyinqə məruz qalır? Yəqin ki, yəni əvvəllər məsəl üçün valideyn komitələri var idi. İndi də bu valideyn komitələri daha çox WhatsApp qrupları şəklində özünü göstərir və uşağınızın bullyinqə məruz qalıb-qalmadığını hiss eləmək üçün ona görə uşağınız hiss etmədən, yəni ona belə qabarıq bunu göstərmədən mütləq müəllimlərindən əlaqədə olmağınız lazımdır. Yəni ki, necədir? Məsəl üçün aktivdir məktəbdə, istəklərini bildirə bilirmi? Mütləq dərslərlə maraqlanmalısınız. Uşaq dərsə getmək istəyirmi? Əgər uşağınız məktəbə getmək istəmirsə, yəni və yaxud da məktəbə getməmək üçün somatik olaraq narahatçılıqları başlayır. Yəni bu nə deməkdir? Uşaq psixoloji olaraq gərgindir və narahatdır. Bunu heç cürə belə göstərə bilmir, amma uşağın başlayır qarın ağrıları, uşağın başlayır baş ağrıları və ayaq ağrıları və bunlar siz bir həkimə gedirsiniz, başqasına gedirsiniz, həkimlər deyirlər ki, bir problem yoxdur. Amma illah da məsəl üçün 6 bazar günləri uşaq özünü daha gümrah hiss edir, səhərlər daha rahat qalxır. Amma birinci, ikinci həftə içində uşaq narahatdır, diskomfortdur. Ya paltarını tapmayacaqdır, ya paltarı çirklənəcəkdir, ya özünü pis hiss eləyəcəkdir. Yəni bu ən birinci xəbər verici məqamlardır. Buna qarşı diqqətli olmaq lazımdır. Əgər uşaq məktəbə, yəni yeniyetmələr xüsusən bu məsələlərdə çox diqqətli olmalıdır. Əgər o axşamları ağlamağa başlayıbsa və yersiz ağlamalar başlayıbsa, yəni xırda bir məsələlərdən siz məni çox istəmirsiniz, siz mənə dəyər vermirsiniz, siz məni ümumiyyətlə anlamırsınız, yəni bu sözləri istifadə edirsə, yenə də diqqətli olmalıdırlar. Və yaxud da mütəmadi olaraq özünün xarici görkəmi haqqında narazılıq bildirirsə, mən çirkinəm, məni kim bəyənə bilər ki, mən heç kəsə lazım deyiləm, mən heç sənə də lazım deyiləm. Valideynlərdə bu tipli sözlər deyirsə, yəni demək ki, məktəbdən bir narahatçılıq var. Ona görə mütəmadi olaraq müəllimlərinlə kontaktda olun. Uşaq övladlarınız bunu hiss etmədən də, sezmədən də ki, məktəbdə əhvalı necədir? Hansı dərsləri? Daha sonra uşağınızdan dərslərinlə bağlı soruşun. Baxın, görün, hansı dərslərdə daha aktivlik göstərir, hansı dərsləri sevir, hansı müəllimlər haqqında aktiv danışır, hansı uşaqlar, dostları haqqında aktiv danışır, hansılar haqqında isə ümumiyyətlə mövzulara toxunmaq istəmir. Bu mütləq, yəni diqqət verici bir nöqtələrdir. Ümumiyyətlə doğru müşahidə edən valideyn, uşağına maraqlı olan valideyn bütün o xırda dəyişkənlikləri hər zaman sezir. Hər zaman. Əsas odur ki, uşağımıza qarşı həssas olaq. Bəli. Yəni evin kənarına deyil, uşağımıza yönləndirək öz Sevinç xanım, diqqətimizi. əsas uşaq heç olmur, yeniyetmə olduğu müddətcə sizi biraz sərhədləyəcəklər. Amma səhər getdiyiniz zaman öpürsünüzsə, axşam yatmadan öncə öpürsünüzsə, gün ərzində ona qayğınızı, məsəl üçün, hətta yemək vermək və yaxud da sevdiyi bir şeyi hazırlamaq, sevdiyi bir şeyi, xırda bir şeyi almaq, etdiyi yaxşı bir şeyi mütləq mükafatlandırırsınızsa, sizin yeniyetməviz sizlə hər zaman gözəl kontaktda olacaqdır. Yəni siz onda olan xırda dəyişkənliyi, xırda əhvalda olan dəyişkənliyi hər zaman sezəcəksiniz. Elə olmur ki, uşaq birdən-birə intihar etmək qərarı verir. Əgər klinik bir hal yoxsa, elə olmur ki, uşaq birdən-birə depressiya düşür. Yəni bu mütəmadi olaraq yavaş-yavaş gedən bir prosesdir. Sadəcə valideyn əgər bəzən qəbullanmır, bəzən qorxur, bəzən gördüyündən anladığı anlayır, amma verdiyi reaksiyalara doğru olmur. Valideyn özü uzaqlaşır öz övladından. Çünki situasiyada necə həll yolunu tapa bilmir, necə davranacağını bilmir, ona görə özü uzaqlaşır. Bu uzaqlaşma ən qorxuducu uzaqlaşmadır. Ona görə nə olursa olsun, heç bir valideyn düşünməməlidir ki, onun evladını kimsə ondan daha çox valideynlik edə bilər. Yəni öz evladınızı psixoloqa aparmaqla psixoloq illah da ona düzgün istiqamət verəcək, düzgün göstərəcək, onun içini anlayacaq, onun içini biləcək deyə bir anlayışlar olmamalıdır. Sizin evladınızın içini sizdən yaxşı ikinci anlayan və bilən biri olmamalıdır və olmayacaq da. Ona görə biraz daha diqqətli olmalısınız və qorxduğunuz anda çəkilməməlisiniz. Qorxduğunuz anda professionaldan siz dəstək alın. Nə etməliyəm deyə siz professionallara sual verin. Onlar sizi yönəltsinlər.
Düzgün klinik psixoloqlara müraciət edə bilərsiniz, həkim psixiatrlara müraciət edə bilərsiniz. Heç bir hal sizə uyğun deyilsə, mütləq Azərbaycan dilində yeniyetmələr üçün yazılmış gözəl kitablar var. Onlardan açıb oxuya bilərsiniz. Amma bu məqamda heç vaxt addımınızı geri atmayın. Yəni düzələr də yeniyetmədir. Yəqin bu vaxtıdır deyib keçməyin. Yəni bunu sizə kənar deyə bilər. Amma siz bu prosesdə ən birinci və ən başlanğıc nöqtəsiniz ki, hansı ki siz bu prosesi toparlamalı olan sizsiniz. Yəni uşaq şəxsiyyətinin həqiqətən də ən böyük memarı elə valideynlərin özüdür, hər ikisi özüdür. Bu çətin işdə hamıya uğurlar arzulayıram bütün valideynlərə və valideyn olmaq doğrudan da çox çətindir, çox məsuliyyətlidir, amma sevgi ilə görüləndə bütün işlər o çətinlik insanın gözünə görünmür. Övladlarımızı hamı sevir, övladlarımızı hamımız sevirik. Bir qədər də bu çətin o dönəmi atlamaqda, o dediyiniz kimi o yeniyetməliyin çətin dönəmini atlamaqda yəqin ki, həm kitablar, biraz fərqində olmaq, həssas olmaq, uşağımızı müşahidə etmək bizim işimizi yəqin ki, asanlaşdıra bilər bir mənada. Təşəkkür edirəm Vəfa xanım. Buyurun Sevinç xanım. Çox sağ olun. Ən sonda bir dənə bir kəlmə demək istəyirəm ki, bəzən uşağın narahatçılığının açarı uşağın özündədir. Və bəzən siz valideynlər sadəcə bu sualı verərkən belə uşağınız sizə onun dolğun cavabını verəcəkdir. Özü sizə yol göstərəcəkdir. Ona görə uşağa da açıq sual verməkdən çəkinməyin ki, sənə necə kömək ola bilərəm. Aha. Təşəkkür edirəm şərhlərinizi gözləyirik sizdən əziz izləyicilərimiz. Sizin də fikirləriniz bizim üçün maraqlıdır və bəyəni düyməsini basmağı da unutmayın. Hələlik növbəti buraxılışlarımızda görüşərik.